Həyat yoldaşım və 39 günlük körpəm və qaynatan və baldızım. Ermənilər mənim 39 günlük körpəmi bax belə yerə, körpəni yerə vurdular, paramparça elədilər. Qadınlara nə zulümlər, nə əzablar verdilər. O qadınlara, o kişilərə, onlara bir əzab zulüm verdilər. Görülməmiş bir şeydi, bir bəşiriydi. Hadisə zamanı 6 nəfər kənd sakini və 1 nəfər milis işçisi qətlə yetirilib. Qətlə yetirilən kənd sakinləri qadın, yaşlı və uşaq olub. Qətlə yetirilmiş şəxslər arasında onun qaynatası, qaynanası, baldızı da olub. Zərər çəkmiş Aidə Qurbanova dedi ki, o vaxtlar həyat yoldaşı Zirəddin Əhmədov Bağanis ayrımda sahə müvəkkil işləyib. İş yoldaşı Məcid Əhmədovla birgə kəndin xilası üçün mübarizə aparıb. Daha sonra dövlət ittihamını müdafiə edən prokurorlar tərəfindən məhkəmədə məhv edilmiş Bağanis ayrım kəndinin fotoları və video görüntüləri nümayiş olundu. Həmin vaxt zərər çəkmişlərin bəzilərinin halı pisləşdiyi üçün məhkəmə zalını tərk etdilər. Görüntüləri izləyən təqsirləndirilən Arayik Harutyunyan süni olaraq kədərləndi. Zərər çəkmiş Zemfir Abbasova dedi ki, ermənilərin Azərbaycanlılara hücumu Xankəndi sakinlərindən başlayıb. Gecədən səhərədək erməni silahlıları Azərbaycanlıların evlərini mühasirədə saxlayıb. Şəhərdə ermənilərə yaxşı şərait yaradılıb. Azərbaycanlılar isə olduqca çətin və təhlükəli vəziyyətdə yaşayıb.